Açmaq istəyirəm. Yəni arterial hipertenziya, yəni qan təzyiqinin yüksək olması. Qan təzyiqinin yüksək olması demək kişilərdə cinsi zəiflik yaradır. Səbəb nədir? Bildiyimiz kimi kişi cinsi orqanı bu damardır. Yəni damara bənzər bir orqandır. Yəni bunun içinə qan dolur və sərtləşmə yaranır. Təbii ki, arterial təzyiq yuxarı olanda, yəni insanda qan təzyiqi yüksək olanda damarlarda yığılma baş verir, sıxılma baş verir və cinsiyyət üzvü də bir damara bənzər bir orqan olduğu kimi, damar quruluşlu orqan olduğu üçün burada da demək damarların qan keçiriciliyi pozulur, nəticədə sərtləşmənin pozulması baş verir. Yəni arterial təzyiqi yuxarı olan insanlarda, əsasən bu yaşlı nəsilə aiddir əksərən, cinsi zəiflik olur. Səbəb də arterial təzyiqin yuxarı olması, yəni damar tonusunun çox olması, penisin qanla dolğunluğunun pozulmasıdır. Və burada bir paradoksal vəziyyət nədən ibarətdir ki, müasir tibbdə bu arterial təzyiqi aşağı salmaq üçün istifadə olunan dərmanlar da kimyəvi dərmanlardır. Özü də öz-özlüyündə yenə cinsi zəiflik verir. Ümumiyyətlə cinsi zəiflik verən bir sıra kimyəvi dərmanlar var. Bunların sırasına məsələn amiprazol, yəni amez deyilir, xalq arasında çox içilir mədə qıcıqırması üçün. Sonra antihistamin preparatlardır, antibiotiklərdir. Yəni bir çox kimyəvi dərman preparatları da yeri gəlmişkən deyim. Bunlar da cinsi zəiflik yaradır. Uzun müddət istifadə elədikdə, təbii ki, 1-2 günə üçün olmur. Uzun müddət istifadə elədikdə cinsi zəiflik yaradır. Eyni zamanda antihipertensiv vasitələr, yəni arterial təzyiqi aşağı salan dərman vasitələri, kimyəvi dərman vasitələri də bunlar özləri də özlüyündə cinsi zəiflik yaradırlar. Ona görə mənim məsləhətim nədir? Yəni arterial təzyiqi yuxarı olan adamların təzyiqin yuxarı olmağının səbəbi olur. Yəni burada konkret səbəb var. Ya bu böyrək mənşəli olur, ya beyin qan dövranının pozulması ilə bağlı olur, ya artıq çəki ilə bağlı olur. Yəni bu səbəbləri aradan qaldırmaq daha məsləhətdir. Yəni